Region News'un informasiya buraxılışıdır. Sizinlə mən Turaj İbrahimovayam. Yeni tədris ilindən etibarən bütün qeyri-gürcü dilli məktəblərdə gürcü dili sektorunun olması məcburi olacaq. Daha ətraflı reportajımızda. Növbəti tədris ilindən etibarən Marneolidəki qeyri-gürcü dilli dövlət məktəblərinə gürcü dilində təhsil verən sektor əlavə olunacaq. Təhsil Nazirliyinin qərarına əsasən bu məsələ bütün gürcü dilində olmayan məktəblər üçün məcburi olacaq. Belə ki, hər hansı məktəbdə əgər valideyn uşağını gürcü dili sektoruna yazdırmaq istəsə, həmin məktəbdə gürcü dili sektoru açılacaq. Hazırda Marneolidə 74 dövlət məktəbindən 17-si statusundan və ya sektorundan asılı olaraq artıq dövlət dilini tədris edir. Qalan 57 məktəbdə tədris prosesi Azərbaycan və ya rus dilində aparılır. Məktəblərdə gürcü sektoru üçün, eləcə də Azərbaycan dilli sektor üçün artıq birinci sinif şagirdlərinin qəbul limitləri müəyyən edilib. Yəni, valideynlər övladlarını istədiyi sektorda qeydiyyatdan keçirmə imkanına malik olacaqlar. Biz bu yeniliyi alqışlayırıq. İndiyə qədər gürcü dili bir neçə məktəbdə mövcud idi. Lakin şəhər məktəblərində tələbat daha çox idi. Düşünürəm ki, bu yenilik prosesi asanlaşdıracaq. Əlbəttə ki, infrastruktur hazırdır və birinci sinif şagirdləri üçün təlim prosesinin sentyabr ayında başlaması üçün bütün imkanlar təmin edilib. Bu ildən artıq Sabirkənd Orta Məktəbində də gürcü dili sektoru fəaliyyətə başlayır. Nazirliyin təlimatından artıq limitlərimiz mövcuddur. Həm Azərbaycan dili sektoruna, həm gürcü sektoruna limitlər qoyulub. Əlbəttə ki, valideynlərin istəyindən, əgər istəkləri olsa, gürcü sektoruna da öz uşaqlarını yazdıra bilərlər və bizim məktəbimizdə gürcü sektorunda həmin şagirdlər təhsil ala bilərlər. Bizim kənddən Marneoli şəhərinin gürcü məktəblərinə gedən şagirdlərimiz var. Ümid edirik ki, gələcəkdə həmin şagirdlərimiz geri öz məktəbimizə qayıdacaqlar və bizim məktəbimizdə, öz məktəbimizdə gürcü dilini mükəmməl səviyyədə mənimsəyəcəklər. Ümumiyyətlə tələbat çoxdur. İndi bizim məktəb əsas Azərbaycan məktəbidir. İndiyənə kimi elə bir problem yaranmayıbdır. Ondan sonra yəqin artıq valideynlər də biləcək ki, bütün məktəblərdə gürcü sektoru da var. Hər kəs öz istəyi ilə gətirib evladını qoya bilər. İstəyirsiniz Azərbaycan sektoru olsun, istəyirsiniz gürcü sektoru olsun. Bu valideynlərin istəyi iləndir. Valideynlər nətər qərar verəcək, hansı sektora istəsələr qoya bilərlər. Bizim məktəbimiz də gürcü sektorunu açmaq üçün hazırdır. Hər bir şəraitimiz var. Düşünürəm ki, bizim kimi Azərbaycan dilli məktəblərdə həm də gürcü dili sektorunun açılması gürcü dili məktəblərinin işini yüngülləşdirər. Çünki indiyədək gürcü dili sektorunu istəyən valideynlər övladlarını gürcü məktəblərinə aparırdı ki, gürcü dilli məktəblər isə Marneolidə çox azdır. Məsələ ilə bağlı Region News-a müsahibə verən yerli sakinlər fikirləşirlər ki, Gürcüstanda yaşayan hər kəs dövlət dilini müəyyən səviyyədə bilməlidir. Hər 3-4 dili bilə, Gürcüstanda yaşasın, gərək hər dili biləsin. Bu dəqiqə hamısı müsəlmanlar gürcü məktəbinə verirlər. Amma müsəlman məktəbində olsa gürcü şeyi, o yaxşıdır, çox yaxşıdır. Olsa daha yaxşı olar, mən razıyam. Ona görə ki, mənim özüm yazmaq, oxumaq bilirəm, danışmaq bilmirəm. Koçsovetin vaxtında doğulmuşam, yazmaq, oxumaq bilirəm. Elə də bu da onun kimi. Danışa bilmirik, çətinlik çəkirik. Gələcək nəsil öyrənsə daha yaxşıdır. Mən bu qərarı alqışlayıram. Mən erməniyəm. Rusca, gürcücə və biraz Azərbaycanca bilirəm. Hər kəs gürcü dilini bilsə yaxşıdır. Axı biz Gürcüstandayıq. Mən də bu təşəbbüsü alqışlayıram. Biz əvvəllər gənc idik, bir-birimizlə rusca danışa bilirdik. Çünki ümumi dil rus dili idi. İndi isə gənclər bir-birini anlamır, ümumi dilləri yoxdur. Fikirləşirəm ki, dövlət dili gürcü dilidirsə, bu dili bilməliyik ki, bir-birimizlə ünsiyyət qura bilək. İndiyə qədər təhsil sistemi dövlət məktəblərində gürcü dilinin tədrisini təşviq etmək üçün 2 dilli tədris metodundan istifadə edirdi. Amma bu metod bütün qeyri-gürcü dilli məktəblərini əhatə etmirdi.
Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axulediyani Kvemokarti bölgəsində işgüzar səfərdə olub. Nazir dövlət nümayəndəsi ilə birlikdə yerli özünü idarə etmə orqanlarının nümayəndələri ilə görüşərək dövlətin vətəndaş bərabərliyi və inteqrasiyası siyasətinin prioritetləri, davam edən layihələr və gələcək planlar barədə məlumat verib. Tea Axulediyani həmçinin Marneolidəki Modus Peşə Kollecini ziyarət etdi. Təhsil infrastrukturu və proqramları ilə tanış oldu. Görüş peşəsinə yiyələnməzdən əvvəl Gürcü dili kursları keçən tələbələrlə keçirildi və dövlət dilini bilməyin gənclərin şəxsi və peşəkar inkişafı üçün vacib təməl olduğu qeyd edildi. Yerli hökumət nümayəndələri ilə görüş çox səmərəli keçdi. Gələcək planlarımızı müəyyənləşdirdik və mövcud ehtiyacları müzakirə etdik. Həm dövlət dilinin öyrənilməsi, həm də sosial-iqtisadi inteqrasiya üzrə dialoq imkanlarının inkişaf etdirilməsi baxımından bələdiyyə özünü idarə etməsinin, dövlətin vətəndaş inteqrasiyası strategiyasının həyata keçirilməsində rolunun son dərəcədə böyük olduğu nəzərə almaqla bu cür görüşlərin əhəmiyyəti vurğulanır. Həmçinin seçdikləri peşə ilə yanaşı əsasən gənclərin dəstəklənməsi və yerli əmək bazarı üçün ixtisaslı kadrların hazırlanmasına töhfə verən Gürcü dilində danışmayan tələbələr də daxil olmaqla Modus Peşə Kollecinin tələbələri ilə görüşdü. Bugün Səhiyyə Naziri Mixail Sarçveladze brifinq keçirdi. Nazir sosial cəhətdən həssas ailələrin vahid məlumat bazası ilə bağlı dəyişikliklərdən danışdı. Onun sözlərinə görə Nazirliyin Sosial Xidmət Agentliyi publik hüquqi şəxsi məlumat bazasında qeydiyyatdan keçmiş ailələrin yoxlanması üçün aktiv prosesə başlayır. Nazirin sözlərinə görə yoxlanmanın məqsədi yalnız mövcud qanunvericiliyə uyğun olaraq dövlətdən maliyyə dəstəyi alma hüququnda olan ailələrin və şəxslərin məlumat bazasında qalmasını təmin etməkdir. O bildirib ki, bu proses sosial yardımın daha ədalətli və ünvanlı şəkildə bölüşdürülməsini təmin edir ki, resurslar mümkün qədər ehtiyaclara yönəldilsin və dövlətdən həqiqətən dəstəyə ehtiyacı olan şəxslər yardım alsınlar. Fakt budur ki, sosial cəhətdən həssas ailələrin vahid məlumat bazası ölkənin son illərdə əldə etdiyi tanınmış iqtisadi uğurlara uyğun deyildi. Bu səbəblərə görə bu rəqəmləri manipulyasiya etmək və yalancı təəssüratlar yaratmaq üçün zəmin yaradılırdı. Siyasi spekulyasiyalara son qoymağın vaxtıdır. Bu məqsədlə Nazirliyin ictimai hüquqi şəxs olan Sosial Xidmət Agentliyi məlumat bazasında qeydiyyatdan keçmiş əhalinin yoxlanmasının aktiv mərhələsinə başlayır. Məqsədimiz dövlətdən maliyyə yardımı almaq hüququ olan insanları məlumat bazasında saxlamaqdır. Mən də internet, Facebookda oxudum. O yardım alanın hardasa 8% Gürcüstan üzrə 80 min, 90 min nə qədər insan alırsa, onun 88% deyir varlı adamlardır, imkanlı adamlardır. Onu da mən də bilmərəm qızım, mən liçini almıram. O da alanlar da yəqin ki, məcburiyyətdir. Hökumət onu bilmiyorum kimə veriləsidir. Onu məcburən kasıb yaşayan insanlara verirlər. Onu da mən də məsəl üçün bilirəm, qonumda, qonşumda alanlar imkansız adamlardır. Ailəsi çoxdur, külfəti, yeri yoxdur, malı qarası yoxdur. Belə adamlar da alanlar, vallahi mən ayrı analiz edə bilmirəm onu. İmkanı olmayan, dolanışa tapmayan almalıdır. Ya imkanlı adam niyə alsın ki? Gəliri var da. Gürcüstan prokurorluğu 2 nəfəri qanunsuz olaraq radioaktiv material əldə etməyə cəhddə itham edib. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, xarici vətəndaşlar Gürcüstan ərazisində təxminən 3 milyon Birləşmiş Ştatlar dollarına nüvə materialı olan uran və radioaktiv maddə sezium almağa cəhd ediblər və onu ölkə xaricinə ixrac etməyi planlaşdırıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri yuxarıda qeyd olunan maddələri qanunsuz olaraq almağa cəhd edərkən həbs ediblər. İttihamlar üzrə maksimum 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Saxlananlar qanunsuz olaraq radioaktiv maddələr əldə etməyə cəhddə ittiham olunurdular və bu 10 ilə qədər həbs cəzasını nəzərdə tutur. Onlar əldə etdikləri maddələri ölkədən xaricə çıxartmağı planlaşdırırdılar. Prokurorluq təqsirləndirilən şəxslər barəsində qətimkan tədbiri kimi həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edəcək. Dövlət Təhlükəsizlik Xidməti cinayətdə iştirakı mümkün olan bütün şəxslərin müəyyən edilməsi üçün araşdırmalarını davam etdirir. Dövlət nümayəndəliyinin, yəni Quberniya İnstitutunun ləğvi təşəbbüskarı Xalq Gücü Partiyasının sədri Sozar Subaridir. Onun sözlərinə görə özünü idarə edən halqa dinamikasının səmərəli işləməsinə artıq halqaların fəaliyyəti mane olur ki, bu da əlavə resursların lazımsız xərclənməsinə səbəb olur. Subari bildirir ki, partiyanın yeni təşəbbüsü bölgələrdə keçirilən görüşlər zamanı aşkarlanan və bürokratiya əlamətləri göstərən problemlərə əsaslanır. Məqsədimiz regional siyasəti daha az bürokratiya və rasional büdcə xərcləri ilə çevik və effektiv etməkdir. Mövcud sistem Regional İnkişaf Nazirliyini təkrarlayır və əslində bürokratik bir labirintdir. Bu qərar qəbul etmə prosesinə mane olur. Aparat üçün ayrılan pul regional fondlara yönləndirilməlidir. Bölgə qubernatorlarının administrasiyaları büdcəyə ildə 13 milyonlarıya qədər başa gəlir. Bu pul tamamilə regional fondlara yönləndirilməlidir və burada insanlar yol tikmək, məktəb təmir etmək və ya suvarma sistemini təkmilləşdirmək barədə özləri qərar verəcəklər. Batumda mənşəyi məlum olmayan spirtli içkilərin satışı aşkarlanıb. Milli Kənd Təsərrüfatı Agentliyinin və Milli Şərab Agentliyinin nümayəndələri kənd təsərrüfatı bazarında yerləşən topdan satış obyektində etiketsiz satışda olan məhsulları aşkar ediblər. Yoxlama zamanı fərdi sahibkarın uyğunluq sertifikatı qeydiyyatı və izlənilə bilənlik sənədləri olmadan fəaliyyət göstərdiyi məlum olub. Pozuntulara görə fərdi sahibkar cərimələnib və fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu mənim əlimdə olan son məlumat idi. Hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın, sağlıqla qalın.